Bentley Continental GT 6 litrlik mühərrik həcmi var avtomobilin və biz bu avtomobilin antifrizini dəyişirik hal-hazırda. Xüsusi kitimiz var başlıqlarla və hər avtomobilə uyğundur təbii ki. 7,5 litr konsentrant istifadə olunacaq. Qalan həcmi isə distillə olunmuş su ilə əvəz eləyəcəyik. Və gördüyünüz kimi birinci növbədə səhv eləmirəmsə havasını çıxardırıq. Aha. Deməli, gördüyünüz kimi birinci növbədə hava çıxır. Hava çıxandan sonra biz bunu bağlayırıq və daha sonra yerinə artıq düzəltdiyimiz belə deyək antifrizli sistemi əlavə eləyəcəyik. Bu şəkildə baxın, tam şəkildə sıxılıb və antifriz sistemə gedir. Yay və yaxud qış heç bir fərqi yoxdur. Antifrizi vaxtında dəyişmək lazımdır. Bir çox avtomobillərdə 2 ildən bir və yaxud 200.000 kilometrə qədər bu sistemin antifrizi yenilənməlidir. Avtomobilin soyutma sistemi, daha sonra qaynama temperaturunu tənzimləyən blokda pas, çat və bu kimi ciddi problemlər yaranmaması üçün siz də antifrizi vaxtında dəyişin. Nanolubda istənilən növ avtomobilin antifrizini professional şəkildə dəyişirik.